Baxın, məhəlləsi sakit. Deməli, bu binanın tam arxasında bir dənə də məktəb yerləşir. 9-un biridir. Köhnə tikinin birinci mərtəbəsi, amma birinci mərtəbə yer belə gedir. Digər mərtəbələrin, məsələn, oradakı blokda olan mənzilin 3-cü mərtəbəsi gəlir, düşür. Baxın, belə bir mənzilimiz satılır. Deməli, Leningrad proyekti, Kladovka verilir hədiyyə. Düz götürüb aparmayacaq, yəni verməyə də bilər oranı. Kladovka veriləcək, işıqlandırmasına qədər qaydasında, sayğaclarına qədər qaydasında 125.000 manata. İndi sizə bütün məlumatları ətraflı çatdıracağım ki, bax siz də yorulmayın, biz də. Deməli, girdik içəri, belə bir dəhliz. Solda yerləşir bir yataq otağı. Əmirsizdir. Vəziyyət bu cürdəndir. İstəyirsiniz, qaşıyarsınız, üstündən laminat vurarsınız, nə edirsiniz? Nəmişlik falan yoxdur. İstili sistemi mərkəzi istili sistemidir. Yəqin ki, dəyişərsiniz bu ataplinləri falan. Ola bilər ki, indi izah edəcəm sizə. Baxın, bu da balkonu. Buradan dənizi də görmək olur, gördünüz? Dəniz mənzərəsini tapıb çıxartdım sizin üçün. Birbaşa dənizə mənzərəsi. Deməli, video niyə çəkirəm mən? Deməli, evi çəkdik. Sabahsı müştəri yığır, ev yiyəsi deyir ki, işıq istəyəm falan belədir. İşıqlar yanır evdə. İndi kim istəsə elektrikçinə falan bir dənə baxa bilər. Burada hamam sanıcel. Deməli, baxın, bu qaydadadır. Burada evin mətbəxidir. Orada da kommunallar çəkilib, yəni deyirəm, kommunallarla bağlı falan gələr sisteminə baxarsınız. Hansı köhnəliyib dəyişərsiniz. Deməli, burada evin qonaq otağıdır. Evi çəkdik, sabahsı zəng vurduq, müştəri çıxdı, ev yiyəsi dedi ki, mən rayona getmişəm. İndi açarlar bizdədir. Kim ki zəng vurmuşdu, demişdim, alınmır evə baxmaq. Baxın, gəlin baxın evə. Burada o dediyim artırılma binanın arxasında qeyd edeyim ki, bu lap çoxdan artırılmasıdır. Heç bir problem yoxdur. Baxın, məktəb buradadır.